Və qolunu alıb geriyə yaxşıca çevirdikdən sonra bir anda buraxmalısan. İşte olay bu. Tamam mı? Boşa kürək çəkirsən raqata. Sən qarışma. Beləmi? Afərin, eynəm belə. Jax, and içirəm ki, bilməli oldu. Yaxşısan, Gingle. Sənin dərdin nədir, Jax? Dedim, bilməli oldu da. Hey, Gingle, sənə yaxşı bir şey göstərəcəm. Pək əmin deyiləm, amma üzünə sığa bilər. Ayrıca bu maska plastikdir, tez-tez qırılmaz. Tax baxaq. Nətəldir? Bu bayağı sıradan. Yaxşı anlamda. Gözəl deyilmi? Bəli, sağ ol Zıbıl. Yox artıq və artıq parçalarını dağıdırsan. Sənə nə bundan sənə günahımı da vermərəm. Pomni, sənin at boynuzu işi yalan oldu. Mən nə zaman elə bir şey istədim ki, sənə yaraşarlı məncə. Yəni niyə olmasın? Biriləri macera mı dedi? Yox. Bugünün macerası manyak, psikopat, qasalın qorxulu lanəti. Hər yer qanlı insan əti ilə qaplanmış olacaq və hər şey bərbad qoxur. Deyən, qorxunc maceralara ara verək də. Təkrar keçənki bir olay olmağını istəmirəm. Keçən nə oldu ki, mənim üçün olanmı? İndi qorxunc mələk başı var idi və bizi qarşılıq verməyə çalışarkən cəhənnəmə sürüklədi və ruhumuzu ələ keçirməyə çalışdı. Bərbaddır. Bunu niyə sevim ki mən? Onda ağlayacaqsınız, oynamayaq. Madəm elə fikir verim. Fikir verildik zaten, önəri kutusuna heç baxmırsan. Doğru, unutmuşam. Bəlliydi. Önəri kutusumuz mu vardı? Var amma yox. Bubble, buranı bağla. Bir baxaq. Zubulu pinyataya dönüşdürmüş və sonra da öləsiyə çıxdığımız bir macəraya nə deyirsin? Mənimkidir. Jackson çənəsini bağladığı və bir macəraya nə deyirsiniz bəs? Çox üzülüm. Acaba normal bir şey mi seçsək? Bir də üstünə ketçap mayonez istəyirsən. O zaman hamımız fast food məkanında çalışdığı bir macəra olsun. Al sana normal bir macəra. Tamam, bu olduqca normal. Evet, bu da demək olur ki, bugün Patso restoranında qanter göz yaşı tökəcəksiniz və sən də var deyə müdürürsən. Cidden macəramız bu mu olacaq? Eşsiz yetenəklərin sayəsində vardiyacı başçı olmaq üçün sonuna qədər ilham periləri məni dillədi. Bu qəribə idi. Yaxşı, mən qaçdım. Yenə mi? 3 qəpiyə köləlik eləməyəcəm. Tapdım. Mən oyundan çıxarsam yerimə Zubul keçə bilər. Nə, o işlər elə olmur ki. Supersən, Kinger, səni aramızda təkrar görmək yaxşıdır Zubul. Nə, bu aptal macəra məni zorla soxa bilmərsən. Sus baxım indi. Deyəsən bu işə bir şans verəcəm. Bir zamanlar var deyə müdür idim onsuz da. Onda nəyə gözləyirsiniz? Hər kəs iş baxır. İndi iyicə müdür triplərinə girib hamımızı işdən atdırmalıyım. Və bu da həll olduğuna görə işə qoyulaq dostlar. Görünüşə görə bilməyərək raqatanı gözünün yağa atdı. Müəssəmizdə belə uyğunsuz hərəkətlərə yer yoxdur. Bunun haqqında nə edə bilərsən ki? Mən idarəyə telefon edəcəm. Salam ki. Bir çalışanımız problemi çıxarır da. Səndən icazəsən gün sonunda bərbad iş əxlaqı ilə işləri zorlaşdırana cəza verə bilərsən. Dur, nə macəralarımı gözəlləşdirdim məncə. Müthiş fikir. Problem çıxardanlara acı dolu bir cəza verəcəyimdən əmin ola bilərsən.
Manik növbəti keçirirəm və qorxaram ki, bu vardiya növbətim qədər uzun olacaq. Ha ha. Sancak sənin üçün sokları hazırlamalıdır. Qəhvə, soğuk çay və dondurma. İşə qoyul. Bu gerçekten qəribə. Ah. Ne istersiniz efendim? Aa, salam Opsman. Əvvəlki macəralarda tanış olmuşuq. Sən daha yox idin. Peki 157 nömrə. Bu hərfdən nefret edirəm. Müştəri önündəykən ondan nefret elədiyinizi söyləmək usulsuzluğudur. Bunun üçün məsanın bitməyini gözlə. Affedersin, küçük soytarı. Mənə bir dənə gizbəsər burger var. Geçen sipariş vermişdim ama yeni cevap çalıştırın. Sosur koymamışlar. Sosur unutmayın. Elə bir menü vardı. Ben ne vakit gelsem ondan aldım. Da bağırmışım. Tamam, bir gizbəsər burger. Anlaşıldı efendim. Oo, yani indidən həqiqətən çalışırsan. Cəza çəkmək istəmirəm çünki. Keyin elə pis bir şey olmaz. Qaşınırsan bilməm. Sapat mamasının tək səbəbi bizi sevməsin. Bunu səndən duymaq qəribədir. Salam küçük sosisli küçük patso və ağalarım üçün 4 dənə qızarmış kartof. Siz azama necəsiz? Yaxşısınız siz. Çox yaxşıyam. Yeməyiniz hazır olduğunda söyləyəcəm. Ah be, oyuncaq istəməyi unutdum. Sən uşaq deyilsin. Onda yetkin oyuncağı. Onun yeri burası deyil məncə. Kömək olun. Mən salam verməyə gəldim. Salam. Tanışırıq biz. Mən bilmirəm. Ragati, Pomla harladı. Jelibon adamla flörtləşir. Bizimlə takılmasındansa bir NPC ilə olmağı daha tərz edir. Mən bir baxım. Kəşkən birisi mənimlə flört eləsin. Pomni, qasaya bir baxa bilər misən? Müştəriləri rahatsız etməyi bırax. Amma o Gamigo gözləyə bilmərsən. Olacaq mənim səlahiyyətimi də yalanla. Neysə, şu səhər yeməyini və indi günorta yeməli. Evet millət, öyle paydıyorsa aksiyon hazır olun. Nədir bu? Avtobus. Sipariş verəcəksiniz? Yox, sağ olun. Mısır gevrəyim var. Amma arxanızdakı insanlar körpələrim üçün 300 tane cheeseburger. Burada mı yoxsa paket? Bir saniyə gözləyə bilərsiniz. Yüksek hayırlı, zavallı yarattığı dövmeyi hemen bırakın. Tüm glowinglerin adları mı var?
Tabii ki var. Hamsının benim için ayrı bir değerlidir. Sorunsuz bir anneme okşayıram. Ne güzel. Hey man. Mən sadəcə sizə yaxşı günlər demək istədim. Gəldiyiniz üçün sağ olun. İyi günlər qısırım. Hey Jax. Tualetdə nükleer santral kimidir. Get yaxşıca bir təmizlə. Amma o radyasyon giysim yox ki. Amma Jax, örnək çalışan olmaq istəmir misən? Vecimdə belə deyil. Amma bu tavırların müəssəmizdə heç xoş qarşılanmır. Mənə nə? Vay. Özünkən daha iyiydi. Yaxşı. Sənin indi bir gözəl ertək. Va? Salam, mekanımıza hoş geldiniz. Bu videoda çalışan olmanın detaylarını tek öğreneceksiniz. Şirketimize değer katmayı da öğreneceksiniz. Nereden tutulur? Ne düşündüğünüzü bilirim. Gıda sektöründe hayat geçmez, çizgi roman yazarı olmak ve sonra da maqam tarzı bir vetmurda çalışmak istiyorum. Hayal kurmak güzeldir ama unutmamanız gereken bir şey var ki bunların hiçbiri gerçekleşmeyecek. Hamısını bir kenara ataq. Öncəliyimiz gülümsəməkdir. Qalsın. Nədən qalsın? Bir saniye gözlə. İşte değerlendirmesi yapmak vakti geldi. Artık istanesi sosu. Hızlı, tez olman gerekir. Müşteriler gözler. 5-6 tane yaptım böyle. 244 9 tane daha lazımdı. Sen daha mı danıştın? Niye tek diye sürekli kalsın? Aha. Genga rahat bakar mısın? Tiner çekmiş kim gözlü? Tiner mi çekmiş? Hem de paydosu gözlerken mi? Dur düzelteceğim. At kestanesi sosu lazımdı tekçi. Sosum harladı. Geldim sana kömək eləyəcəm. Niye müdürümüzsən sen? Mənim kimi sorunlu biri varken niye sen? Dinlə, əhlaqlısızlıq elərsən cəzalandıra bilərsən. Ne dedin canım yandı. Siparişler başıma düştü. Çay partisi, dans dersi. Ne oldu buna? Dinlə, 110'umuzu verməkdənsə 5'imizi vermək qat daha yaxşıdır. Alınma, amma neşə maskəsi sənə çox da yaraşmır. Ayıp bir şey mi dedim? Zıbar, Ragata'ya yardım et. Ben birazdan geleceğim. Vay yok artık bak. Gengal saat bozulub. Amma xarabdır yoxsa biz mi xarabız? Nə? Neçə saatdır bu mesaidəyiz? 8 mi? 24 mi? Bir həftə, bir il. Zaman mıdır da acaba? Evə dönə biləcəyimiz xəyallarımıza nə olacaq bəs? Saat xarab imiş. Akşam yemeği. Neyse bugün de glowing çiftleşmesi hakkında çoğlu şey bildim. Çekilə bilərsən. Hey Jax, səni sevmirəm amma
Sən məndən nəfrət eləmə. Qəribəyəm. Sən ismisən deyəsən. Nətərli. Necə desəm, pis deyil. Sənə inanıram. Jax, bulaşıqlar səni gözləyir. Əmək olmadan yemək olmaz. Tanrım, baş üstünə. Sonra danışırıq. Bu nə səsdir? Sən yaxşısan? Komediya maskam normalda çoxdan qırılmış olardı. İş yenə mənə düşdü. O maska səni sevindirmədi. Sən Gangle danışa biləcəyin kimsə yoxdur. Məsələs problemlərin haqqında ola bilər. Yaxşı, bilirəm ki, Ragata səni can kulağıyla dinlər. Ragata. Onu sevirəm, amma onun sevgisinə və samimiyyətinə inana bilərmiyəm, bilmirəm. Nəysə, tüm gecəyi duyğularımızı danışaraq keçirə bilmərik, deyilmi? Haydi iş başına. Tamam, işim bitti. Zərrə eğlənmədim. Hadi görüşərək. Ragata getdiyimdə onun bir şoferə ehtiyacı olacaq kimi. Niyə mənə sual verirsən ki? Mən sondan çıxacam. Düzdür, onu mən götürərəm. Deyəsən 1 saata çıxacam. Biraz daha takılmalıdır. Hey, istəyirsənsə dükkanı mən bağlaya bilərəm. Getmək istəyirsənsə gelə bilərsən. Tək dayanmaq zorunda deyilsən, mən həllələrəm. Problem olmaz. Yox, problem olmaz. Evinə get, dincəl. Nə qəribə bir gün idi.
Tamam baxaq. İşçi verim raporunun aradan çıxır. Üretkənlik tam, müştəri məmnuniyyəti tam və çox satış edilmiş. Amma belə bir şey var ki, məsaindən biraz tez çıxıb, ardından kafayı yeyib, trafikdə savrulduqdan sonra bir maşın səhə çarpıb. Su başqasına atarsan, öz başın yanmaz. Ne deyirsən? Yox, bu mənim sorumluluğum idi. Mən sadəcə baskıya gəlmədim. O zaman bu sənin ortalama puanını B plus eləcək. Cavab yoxdur, səni başa düşürəm. Hər yönetici mənim kimi sabırlı və mərhəmətli ola bilməz. Və rapor tamam. Sənə yaxşı günlər diləyirəm. Nə yaxşı bir müdürəm. Burada tək başına nə ararsan? Hər şeyi məhv elədim. Maska xarab idi. İndi isə hamı məndən nifrət edir. Yox, mən etmirəm. Bax, bəli, maska pis idi, amma bir gün daha yaxşısını taparıq. Ben sana heç haqq getirmirəm axı. Amma buradayım. İndi qalx bizimkilərin yanına gedək. Şəkillərini də al. Şəkillərini hər zaman sevmişəmdir.